Xəstəxana olsa da, lakin burada stasionar müalicə alan xəstə yoxdur. Sovetlər dönəmində kənd xəstəxanalar arasında şəraitinə və savadlı həkimlərinə görə qabaqcılar sırasında gedən 100 çarpayılıq Tovuz rayonunun Düzqırıqlı kənd xəstəxanası indi acınacaqlı və qəzalı vəziyyətə düşüb. Gördüyünüz bu qəzalı vəziyyətdə olan xəstəxana Tovuz rayonunun Düzqırıqlı kənd xəstəxanasıdır ki, bax bu cür acınacaqlı vəziyyətə düşübdür. Yerli sakinlərin sözlərinə görə əvvəllər müalicə üçün kəndlərindəki xəstəxanaya müraciət edirdilər. Səhiyyə ocağının fəaliyyəti sakinlərin işini xeyli asanlaşdırırdı. Hazırda xəstəxananın qəzalı və acınacaqlı vəziyyətdə olması burada stasionar müalicəni mümkünsüz edib. Buna görə kənd sakinləri rayon mərkəzi xəstəxanasına getməli olurlar. O vaxtda gözəl şəraitimiz olub, cərrahımız olub, hər şeyimiz olubdu. 100 kolkalıq olub balinsəm. Ən gözəl balinsələrdən biri də bizim balinsə olub. İndi bərbad vəziyyətdədir. Biz baxırıq qəzalı vəziyyətlərdir, çox da bilər. Bax, bu təhlükədir mi bu? Əlbəttə. Burada bizim işçilərimiz var, hərə bir ailənin sahibidir. Lazımdır yardım eləyib bütün yerlərimizi düzəldəsiniz, kömək istəyirik. Həkimlər və tibb bacıları da təsdiq edirlər ki, vaxtilə Lənkəran rayonunda, hətta Respublikada ən yaxşı səhiyyə ocaqlarından olan Düzqırıqlı kənd xəstəxanasında hazırda vəziyyət ürəkaçan deyil. İsti suyumuz da vardı, soyuq suyumuz da, hər yer qəşəng. İndi remont yoxdur da. Xəstələr ki, düzdür, gəlir, ancaq burada yatmırlar. Nədir? Yəni, yatmaq üçün şərait yoxdur? Yoxdur, şərait yoxdur. Biz də istəyirik ki, şərait olsun, yenə iş davam olsun. Kəndin balinsası da olsa yaxşı olar. Bakı klinik xəstəxanalarla bərabər xəstəxanamız olub, indi axırımız olubdur. Cəbri Məmmədov, Kamran Əskiparal, Rüfət Dağıyev, Səsləvi, Tovuz.